Hər vaxtınız xeyir Futbol Ofisi TV izləyiciləri, hər birinizi salamlayıram. Mən Elçin Cəfərov transfer gündəminin növbəti buraxılışını təqdim edirəm. Hər zaman olduğu kimi bu dəfə də Azərbaycan futbolunda cərəyan edən transfer hərəkətliyindən danışacağıq. Çox önəmli transferlər gerçəkləşir, potensialda olan transferlər var. Təbii ki, hər zaman olduğu kimi bu dəfə də bu məsələni FIFA agenti, Əsadov Pro agentliyinin agenti, meneceri İlkin Əliyevlə danışacağıq və eyni zamanda bu gündən etibarən artıq Avropada da cərəyan edən transfer məsələlərinə toxunacağıq. Futbol Ofisi TV-nin eksperti, aparıcı eksperti Samir Tofiqoğlu ilə bərabər. Samir, xoş gəlmişsən, İlkin, xoş gəlmişsiniz. Nə var, nə yox, necəsiz? Bu havalar da yaxşı keçir, hələ ki küləkdir. O istilər hələ ki yoxdur. Amma avqustda çox belə dəhşətli istilər proqnozlaşdırılır. Ümumiyyətlə, stadionlara da gedirsiniz, bilirik ki, bu isti hava şəraitində biraz da çətin olur. Hətta dünən sənlə mən telefon danışıq eləyərkən hansısa stadiondaydın sən nəsə bir səs gəlirdi, top səsi gəlirdi, nə bilim, futbolçular. İmişli Şafan yoldaşı. Bəli, deyirəm də, haradasa oradaydın. Vəziyyət necədir İlkin? Şükürlər. Nə yenilik var? Yenilik... Bugün dəftər kitabla gəlmişsən. Həm biraz, belə deyək, növbəti turda, yəni Avropa kuboklarda iştirak edən komandalarımızın, rəqiblərin qısa olaraq analizlər eləmişəm, o baxımdan gətirmişəm, amma ilk öncə onu deyim ki, yəni bu həftə Azərbaycan futbolunun çox gözəl keçdi, yəni. Bəli. 3 klubumuz belə deyək, növbəti mərhələyə atladı və səhv eləmirəmsə Azərbaycan tarixində ilk dəfədir ki, ikinci mərhələdə 4 dənə klubumuzun 4-ü ilə də təmsil olunur. Bəlkə də olub, amma mənim yadıma gəlmir. Ola bilər, amma yox. Yəni 4 klubun 4-ü də xatırlamıram. Bəli. Xatırlamıram. Bu da çox önəmlidir. Önəmlidir və sevindirici bir haldır. Sevindiricidir və bu məsələyə biraz daha detallı toxunacağıq nə baxımdan? Çünki legioner limiti sərbəst olduqdan sonra müəyyən mənada bunu istəməyənlər də var idi, buna qarşı çıxanlar və bunun tərəfində olanlar da var idi. Yəni ən azından klublarımızın, yəni bu legioner, keyfiyyətli legionerdən gedir təbii ki söhbət. Onların sayəsində nəsə Avropada nələrsə etdiyinin şahidi oluruq. Yəni bu ən azından izlənilir. Samir, sən nə edirsən, nə var, nə yox? Çox sağ olun, Elçin bəy, mən də yaxşı. İlk efirə necə keçdi? Yaxşı keçdi, çox sağ olun. Reaksiyalar necədir? Hələ ki oxumamışam, amma belə ilk efir üçün. Xeyirli uğurlu olsun. Əziz tamaşaçılar, Samir Tofiqoğlu da artıq Futbol Ofisi TV-nin bir üzvüdür. Sport və ümumiyyətlə bizim həm idmanla, eyni zamanda futbolda cərəyan edən hadisələrə, xüsusilə Avropa və dünya futbolu ilə bağlı, idmanı ilə bağlı aktual məsələlərə fikir bildirəcək. Öz baxış bucağı var. O da məncə izləyici üçün də maraqlı olacaq. Səni də ictimaiyyətə təqdim edirik bu arada. Transferdir, belə deyək. Bəli. İlkin elə istəyirsən klublarımızın dəyərləndirməsini. Ümumi bir giriş ver. Qarabağdan başlayaq. Qarabağı təbii ki, rəqiblə arasında çox ciddi səviyyə fərqi var idi, aydın məsələdir. Yəni təbii ki, oxuduğuma görə mətbuatdan da bilmirəm nə dərəcədə doğrudur. Wester futbolçuları ən azı bir qol vurmaq üçün nələr etməzdilər. Yəni bunu bir-birlərinə sual verirmişlər. Rəhbərlik də demiş, ən azı bir qol vurun. Bu bizə elə bir növbəti tur keçmək kimi bir şeydir. Oyunu necə dəyərləndirirsən? Ya ümumən Elçin, yəni həm verilişin vaxtını nəzərə alaraq mənim fikrimcə 3 klubumuzun oyununu qiymətləndirəndə daha çox köklənməliyik artıq növbəti tura. Nədən? Yəni səbəbi nədir? Biz keçən verilişdə dedik ki, indi futbol 90 dəqiqədə başa düşürük, 100% demək olmur, amma 99% 3 klubumuzun üstündə növbəti mərhələyə keçəcək. Bəli. Yəni hamının gözlədiyi kimi bizim də gözlədik. Bu zaten oldu. Yəni Qarabağ dediyimiz kimi, yəni sakit özünü, çünki orada yol yorğunsuluğu da var. Yəni İslandiyanın Azərbaycan-Avropa məsafəsini nəzərə alaraq Qarabağ yenilənmə çox özünü yükləmədən rahat oyununa çıxıb hamımızın gözlədiyi nəticəni verdi. Aha. Zirə və Sabah barədə. Sabah təbii ki, Çempionlar Liqasında debüt mövsümündə uğurlu nəticə bir mərhələ adladı. Kupsla maç var. Məncə o maçın da favoritidir belə baxanda. Düzdür, Finlandiyada ötən mövsüm çox uğurlu nəticə qazanıb. Bu mövsümdə yəni çox yaxşı təsir bağışlayan bir kupsdan bəhs edirik. Yəni ən azından bir tenis deyil. Yəni bu aydın məsələdir. Yəni Sabahın ümumiyyətlə necə dəyərləndirirsən? Bu maçı fonunda və ikinci təsnifat mərhələsindəki maçı. Sabah TNS ilə biz
keçən verilişdə dedik ki, yəni bu oyun keçən oyuna nisbətən daha rahat olacaq. Niyə? Çünki TNS də hücumlara keçəcək. Çünki keçməlidirlər də 2-0-lıq məğlubiyyət var idi. Sabah belə deyək də TNS-nin həm müdafiədə boşluğunda, həm qol hissəyini nəzərə alaraq, yəni Sabah rahat oyununa çıxdı. Buraxılan bir qol da bəlkə də biraz artıq rahatlaşmağın nəticəsi idi, amma yenə də fərqi yoxdur. Yəni 2-1 qələbədir, 1-0, 5-0 fərq eləmir. Kups haqqında onu deyə bilərəm ki, Finlandiya klubudur. Yəni biz bu saat veriliş gedə-gedə də artıq Finlandiyada bir oyuna çıxıb, bu gün yəni ayın 18-də Finlandiya çempionatında bir oyunu var. Bunun həm müsbət, həm də mənfi cəhətləri var. Yəni Finlandiyada çempionat davam edir, daha hazırlıqlıdırlar. Kups yəni bu saat 30 xal var. Yəni Interturku ilə eyni xala malikdir və birinci, ikinci yerlər bölüşürlər. Kups futbol klubunun əsas belə deyim də üstünlüyü mənim fikrimcə müdafiə xəttində olan stabilliyidir. Yəni müdafiədən belə deyə də oyun başına düşən hər oyuna maksimum bir qol belə deyə də intervalı var. Keçən mövsümdə müdafiədə etibarlılığı ilə seçilib. Yəni Sabah bunu Dambrauska sözlərinə nəzərə yəni üstünlük verdikləri sistem də 4-2-3 bir sistemdir. Dambrauskasının oynatdığı sistemə uyğun bir sistemdir. Sabahın mənim fikrimcə üstünlüyü bilmirəm. İndi gələn oyun Finlandiya çempionatı Kups təxirə salınacaq yoxsa yox. Dediyim kimi bax indi 18-də oyuna çıxıblar. Ondan sonra Sabahla oynayırlar və ondan sonra təzədən ayın 25-i Finlandiya çempionatı təzədən bir oyunları var. Yəni İndi bu iki tərəfli də, yəni həm Sabaha sərf edə bilər, məsələn, Kups yorula bilər, yorğunçuluq ola bilər, amma bir tərəfdən də Kupsun yəni formadan düşməmək nəzərə almaq lazımdır ki, o oyun ona kömək edə bilər ki, formadan düşməsin. Amma yenə də mənim öz fikrimcə Sabah Kupsu yəni %90% keçəcək. %90-91. Yəni deyirəm, utanmasam 100% deyərəm. Yəni futboldur, bilmək olmaz. Amma mənim fikrimcə Sabah Kupsu rahatsızlıqla keçəcək. Sabah qaldığı yerdən davam edir, həm fiziki olaraq, həm taktiki, texniki olaraq. Yəni elə bir ötən mövsümki Sabahı, yəni belə deyək, işlək maşını idi, söndürmüsən, yəni qoymusan qaraja, bir aydan sonra yenidən çıxartmısan, işlədirsən, eyni formada işləyir, mühərrik eyni, güc eyni, hər şey eyni. Yəni çox mükəmməl təsir bağışlayır. Samir, sən necə düşünürsən? Həm Qarabağ, həm də Sabah fonunda. Düzdür, sən daha çox Avropadan da birazdan danışacağıq. Azərbaycan klublarının uğurlu iştirakı hamımızı sevindirdi, əlbəttə ki. Gələk oyunlara Qarabağ CSKA Sofia ilə qarşılaşacaq. Çox gözəl bir oyun olacaq inşallah. Çünki Qarabağ bildiyimiz kimi, yəni bizim hamımızın çıxışlarını uğurla izlədiyimiz bir klubumuzdur. Neçə illərdir yüksək səviyyədə çıxış edir. CSKA Sofia isə Bolqarıstan futbolunda çox ön plana çıxan bir komandadır, adlı sanlı klub. 31 dəfə ölkə çempionu olmaq, yəni hər kluba nəsib olan bir şey deyil. Yəni bu prizmadan yanaşdıqda Qarabağ da bizim yəni son illər inkişaf edən yüksək səviyyələrdə özünü qoruyub saxlayan bir klubumuz kimi və CSKA Sofiyanın da oyununu, bu iki komandanın birlikdə oyunu məncə çox gözəl bir ab-hava şəraitində keçəcək inşallah. Gələk digər komandaya, Sabah və Kups komandaları qarşılaşacaq. Kups da Finlandiyada həmkarımız qeyd etdiyi kimi ilk pillələri bölüşür hazırda Finlandiya çempionatında. Onlar da formadadırlar hazırda. Onlar da Finlandiya futbol tarixində önəmli mövqeyə malikdirlər. Hardasa 8 dəfə ölkə çempionu olublar. Bu da bir az deyil. İnşallah köklü klubudur da, yəni belə deyək, çox önəmli klubdur. Finlandiyanın köklü klublarındandır. İnşallah, amma fikirləşirəm ki, Sabah siz qeyd etdiyiniz kimi, yəni bu TNS ilə oyunda düzdür, rəqibini hər iki oyunda, yəni bəlkə də 2 baş üstələdi, belə deyək. Amma Kups bəlkə düz deyirsiniz, TNS deyil, amma məncə Sabahın dişinə görə bir rəqibdir. Yəni rahatlıqla olmasa, yəni 2 oyun nəticəsinə görə inşallah Kupsu da keçib, sonra qarşıdakı mərhələlərdə uğura getmək ardını gözləyəcək. Çox belə önəmli detaldır İlkin. Yəni gör biz hansı dövrdən hansı dövrə gəldik. Adətən püşkatmadan sonra deyirdi ki, klublarımız bir mərhələ keçsin. Sən görmüsünüz də hər birimiz 90-larda, 90-ların sonu. Şəmkir Skontonu keçəndə hamımız dedik ki, o 4-1 hesabı ilə. 2000-lərin əvvəlləri və s. Yəni burada biz deyirdik ki, bir mərhələ keçsin, yəni kifayətdir də. Yəni bir mərhələ keçəndə toy bayram eləyirdik. Yəni indi biz gəlmişik artıq. Yəni biz deyirik ki, filan rəqib bizdən zəifdir. Əslində limitin ləğvini FIFA agenti kimi soruşuram səndən. Bu sualıma da cavab verərsən, zəhmət olmasa.
xahiş edirəm. Legioner limitinin ləğvinin bu proseslərə hansı formada təsiri var? Birbaşa təsiri var, mən deyərdim. Bəli. Düzdür. Bilirsən, mən başa düşürəm Azərbaycan məsələsində İngiltərə deyil, İspaniya deyil ki, yəni futbol baxımından belə deyim də, yəni 11 dənə rahat biz məsələn xarici bir futbolçu oynasın, amma bizdə axı xaricdə oynayan futbolçularımızın sayı da azdır ki, onu sözün yaxşı mənasında balansı saxlaya bilək. Yəni buradan təbii ki, milli komanda əziyyət çəkir, amma bir şey də var, yəni legioner limiti olmayanda bəzi mövqelərdə belə deyək də elə bir futbolçular var ki, belə deyək, futbolçular deməyəm, yəni rahatsızlıq olurdu. Məsələn, bir ara yadıma gəlir bu 21 yaş altı və yaxud da ki 23 yaş altı. Mütləqdir, yəni oynamalıdır. Yəni hazır olmalıdır, heyətdə olmalıdır, yer almalıdır. Yəni ən azından iştirak ərizəsində olmalıdır. Yəni belə o da ki otururdu evində 20 min, 25 min aylıq məvacib vardı. Ona nə lazımdır xaricə gedib Türkiyədə 2-ci liqasında, nə bilim, getsin Ispartaya, Manisaya, nə bilim hara, yəni o oturub evində eşiyində rahat. Yəni o həqiqətən sənin sözünə qüvvət çox düzgün olmalıdır. Yəni belə deyim də, bax legioner limiti yığışdırılıb, düzdürmü? Amma yenə də Azərbaycanlı futbolçular var. Yəni yaxşı futbolçuya zaten tələbat olmaz. Bəli, həmişə olacaq. Legioner limiti oldu, olmadı. Məsələn, Elvin Cəfərquliyev varsa, keçən verilişdə legioner limiti istəyir. Yəni 11 yox da nə bilim meydanısa 15 dənə legioner bırak, yenə də Elvin Cəfərquliyev oynayacaq. Çünki o ona layiqdir. Bəs o yeni transfer onunla rəqabətdə. Yəni Labotadır. Yox, o onun mövqeyində olunan oyunçu Almeriyadan gəlibdi. Labota belə deyək, o 6 və 8 nömrə oldu. 6 yox. Langa, ha. Yenə deyirəm, Elvinin nəzərə alaq ki, keçən mövsüm yaxşıdır, amma bir şey nəzərə aldı. Elvin keçən mövsüm, yəni son belə deyək, 2 ay nəzərə alındı, futbol oynamadı. Yəni onu da nəzərə almaq lazımdır. İndi təzə futbolçu gəlib, indi Qurban müəllimin də özünə uyğun belə deyək də futbolçunu bərpa eləmək prosesi var. Bəlkə də Elvinin bu saat ehtiyat oyunçular skamyasından oyununa girməyə Elvin özünə belə deyək də sərf edir. Yəni Qurban müəllim bilir nəyinir. Amma yenə də ən azından belə deyək də sabahsın o oyunçu olmayanda Qurban müəllim çox rahat Elvini buraxacaq oyuna. Yəni yaxşı futbolçuya zaten tələbat var və belə deyək, dünənəcən Azərbaycan yəni legioner limiti olmayanda futbolçular var idi ki, rahatlıqla ən azından ilk 18-də 20-likdə varam deyə düşünürdülər. Amma indinin özündə Premyer Liqada klub tapmağa çətinlik çəkirlər. Yəni futbol daim inkişaf eləyir. Mənim fikrimcə bu bir təkan olmalıdır. Yəni Azərbaycanlı futbolçular ölkə xaricinə getsin. Yəni mənim fikrimcə legioner limitinin yığışdırılmağının faydası var. Yəni mən də elə düşünürəm. Və bunun da faydasını biz görürük. Yəni bilirsən olsa legioner limiti yığışdırılmadan biz yeriyə milli komandaya zərbə vurulur. Legioner limiti yığışdırılmadan Azərbaycan dünya çempionatına gedirdi ki. Yəni haqlısan. Çox haqlısan. Aha. Bu qədər. Yox, bu qədər. Bir də Kups və TNS komandaların fərqini deyim. Yəni məsələn Sabahın TNS-lə oyunda ikinci hissədə hesablaşdı belə deyək. Təbii ki, birinci hissədə tək qapı oynayırdı. İndi top belə deyək də, indi necə deyirlər, meydansa düz-düz top yuvarlardı. Yəni qapıya girmirdi. Amma Kupsla oyunda o problemi yaşasa Sabah, yəni o biraz problemlər yarada bilər. Çünki Kups TNS-dən fərqli olaraq daha səviyyəli komandadır. Əlbəttə, keyfiyyət baxımından. Ona görə də yəni biz hamımız ümid eləyirik, yəqin Dambrauskos onu fikirləşir. Yəni ilk oyun Bakıdadır. İlk oyun Bakıdadır və o standart bir söz vardı, ilk 15 dəqiqə. İlk 15 dəqiqə Sabah hesab atsa bilsə, ilk 20 dəqiqəsi. Mən fikirləşirəm ki, Sabah hətta mərhələnin taleyini %60-%70 burada həll eləmək gücündədir. Çünki belə deyək, Finlandiya futbolu daha çox onlar da İngiltərə futbolu kimi standart vəziyyətlərdən, hava toplarından, yəni cüssəli olmaqlarından istifadə edirlər, amma sürətli futbol oynamırlar daha çox. Amma Sabah belə də Kupsdan fərqli olaraq daha sürətli futbol oynayır. Və yenə deyirəm, Sabah TNS mövzusuna qayıdırıq. Sabah yenə də bu oyunda ən az 2 top fərqi ilə qələbə qazansa, hətta mən deyərdim ki, belə deyək, Sabah bu oyunda heçsə eləsə belə, məsələn Bakıda Kups öz meydanında yenə də təbii ki, sistemli oyununa belə riayət eləyəcək. Mən dediyim kimi müdafiə xətti çox etibarlıdır. Amma öz meydançasında yenə də hücumlara keçəcək deyə Sabaha o boşluqları verəcək. Yəni öz meydanında Sabah Bakıdakı oyunda o boşluqlar, yəni belə deyək də bəlkə də Sabahı ikinci zonadan qarşılayacaq. Yəni qabaqda pres eləməyəcək, ikinci zonadan qarşılayacaq. O baxımdan Sabah yenə deyirəm ilk 15 dəqiqə hesab atsa, mənim fikrimcə Sabah artıq ən azından burada 2-3 top vuracaq. Aha. Zirəyə gələk. Zirə həqiqətən belə deyək, hazırlıqsız yaxalandı. Belə bir Türkiyə türkçəsində söz var.
Turan Tovuz gedəcəkdi, məlum məsələlər, Turan Tovuz kənarda qaldı. Belə də tez tələsik yığışdı bir araya Zirə və transferlər oldu. Onlardan da biri Samir Əliyevlə sizin transferinizdir. Adı nə idi o? Verlinya və o yarım müdafiənin mərkəzində 6-8 oynayır, 8 oynayır. Və o transfer elədilər, bir neçə Eren Aydını ümumiyyətlə müqaviləsi müddətini artırdılar. Yəni Amin Seydiyev, yəni hər yerdən bir oyunçu yığdı Rəşad Sadıqov, nəsə ortaya bir şey çıxartmağa cəhd göstərdi və həqiqətən mən təəccübləndim. Torpedo ilə maçda mən belə rahat keçəcəyini təxmin etmirdim. Amma rəqibin çox düzgün şəkildə analiz etməyi, xüsusilə meydançanın rəqibə aid olan hissəsində düzgün yerləşmə, rəqibi səhvə məcbur etmə, vurulan qollara fikir verin. Rəqib müdafiədən topu çıxartmaq istəyərkən etdiyi səhvlər nəticəsində vurulan qollar da, hələ səfər oyundakı vurulan qolu deyirəm, yəni qolları deyirik. Turan Tovuz olsaydı, belə rahatlıqla bu mərhələni adlaya bilərdin. Üçüncü rəqib də başqa ola bilərdi. Aydın məsələdir. İndi Zirə Turan Tovuz ikinci təsnifat mərhələsindən qoşulacaqdı. Zirə Dinamo Minskdən oynayacaqdı. Bəli, Dinamo Minskdən oynayacaqdı. Bunu necə dəyərləndirirsən? Əslində Zirə Rəşad Sadıqova böyük alqış düşür. Rəşad müəllim həqiqətən Zirə üçün çox önəmli bir fiqurdur və yoxdan nələrsə yaratmağı çox yaxşı bacarır və bunu bu mövsüm gördük Avrokuboklarda, xüsusilə Torpedo maçında. Yəni belə deyim, Zirə futbol klubu biraz belə futbol şəraitində azarkeş tərəfində inciliyi var idi ki, Turan Tovuz getməli. Bəli. Zirə getdi, sanki Torpedo qələbə qazandan sonra insanların da könlünü belə deyək fəth elədi. Yəni doğrudan çox rahat qələbə qazandı. 2 oyuna 6 gol vurdu, qapısında top görmədi. Hətta birinci qoldan bəlkə də 2 dəqiqə bax Brahim Konate Eren Aydına ötürmə vermədi. Bəli. Onu da 2 dəqiqədən sonra günahını yudu belə deyək. Verdi Eren Aydın bəlkə də karyerasının ən rahat qollarından birini vurdu. Bəli, belə deyək, Zirə Torpedanı öz meydanında elə belə deyək, Torpeda aid zonada belə sıxırdı, pressing eləyirdi və Rəşad müəllim də bəlkə də Torpedo futbolçularının səviyyəsini də yəni analiz eləmişdi. O pres altında necə futbol oynayırlar. Çünki bütün toplar söz və qüvvət olsun, yəni ən azından birinci qol pressingin sayəsində belə deyək də o qol vuruldu. Müdafiənin səhv eləməyə məcbur elədi. Düz orada səhv eləmirəmsə 3-cü qolda qapısının səhvi var idi. Amma yenə də o Zirənin qələbəsi qələbədir. 2 oyuna 6 qol vurdu, möhtəşəmdir. Və mənim fikrimcə Paydədən söhbət düşürsə, düzdür, mənim özümə biraz qəribə gəldi Hegermanı udmaqları. Çünki Litva çempionatı mənim düşüncəmə görə Estoniya çempionatından daha güclüdür. Paydə özü keçən mövsümdə 4-cü yerdə bitirdi Estoniya çempionatı. Bu ildə 32 xalı var, elə burada da qeyd eləmişəm. Çox rahat keçər Zirə bu. Yəni mənim fikrimcə, yəni Paydə özü də 4-3 futbol oynayır və Estoniya futbolunun belə deyim də analizlərim onu o nəticəyə gətirir ki, Estoniya çempionatı ümumən komandalar çoxlu qol vurur və çoxlu qollar buraxırlar. Və Paydə futbol klubu, yəni Estoniyada Levadia, Flora, yəni 1-2 klub var ki, az-çox belə deyək də, yəni Estoniya futbolunda daha üst levellarsa, digər klublar yəni çox da güclü deyillər. Belə deyək, Paydənin vurduğu qolların da çoxlu komandalara. Standart Estoniyanın 4-cü, 3-cü yerində gedən komandadır və mənim fikrimcə Paydə hətta Torpedo belə Paydəni keçərdi, mənim fikrimcə. Bəlkə də yanılıram, amma yəni mənim fikrimcə Zirə... Mən əgər bunu keçənməsə, deməli, dənizdən keçib çayda boğulmaq, okeandan keçib çayda boğulmaq kimi bir şeydir bu. Yəni Rəşad müəllim belə deyək də bu komandanın tempini qoruyub, yəni müəyyən bir əl gəzdirib, mövsüm yəni doğrudan fərqli futbol oynayırlar keçən mövsümə nisbətən, daha hücuma meyilli futbol oynayırlar. Lazım olanda 4-3-ə keçirlər, lazım olanda 4-2-1-ə keçirlər. Yəni meydançada 90 dəqiqə ərzində böyük dəyişikliklər eləyirlər belə taktiki baxımdan. O da gözəl bir belə də Rəşad müəllimin yenə deyirəm özünü inkişaf etdirmək, puxtalaşdırmaqdır. Bir Azərbaycanlı məşqçisində bunu eləməyi çox sevindirici haldır. Mənim fikrimcə Zirə Paydəni çox rahat keçəcək. Çünki Paydə Zirəyə güc verəcək səviyyədə komanda. Aydındır. Samir, sən necə düşünürsən? Mən də düşünürəm Zirə inşallah keçməlidir. Çünki Eston futbolunun səviyyəsi son illər, yəni gördüyümüz kimi
çox da yüksək səviyyədə deyil. Yəni oradan həmişə qeyd etdiyim kimi həmişə biz Floranı görmüşük, ya Levadiyanı görmüşük, amma bu komandanı mən birinci dəfə də eşidirəm, sözünüzü. Bəlkə də bir yeni bir klubdur. Amma Zirənin səviyyəsi ilə məncə hər iki oyunda bəlkə də qol buraxmadan yenə qalib gələ bilər. Yəni siz də həmkarım da qeyd etdiyi kimi Torpedo Kutaisini keçibsə, yəni bu mərhələ adlanmalıdır. Çünki Gürcüstan çempionatının səviyyəsindən Estoniya səviyyəsində arasında çox fərq var. Yəni ona görə də mən belə düşünürəm ki, bəlkə də yenə də İnşallah qol buraxmadan hər iki oyunda qalib gələ bilərik. Aha. Və gələk Neftçiyə. Neftçinin də rəqibi Dinamo Minsk kollektividir. Neftçi Sloveniyada çox səmərəli, faydalı bir təlim məşq toplanışı keçdi. Vernidubun mən düşünürəm ki, o təlim məşq toplanışında etdiyi yükləmələr və oradakı tətbiq etdiyi komandasını aşılamağa çalışdığı nizam-intizam, taktiki gedişlər və s. bu qarşıdakı müddət ərzində, dövrdə, bəlkə də bir həftədən sonra, 10 gündən sonra və yaxud da bir ay sonra müsbət mənada öz təsirini göstərəcək. Çünki bilirik ki, yükləmələr müəyyən period keçdikdən sonra öz təsirini göstərir. Ya zədələnir futbolçu, ya da ki, yəni belə deyək də, maşallah uçur da, yəni belə deyək. Yəni qabağını saxlamaq olmur, qarşısını almaq olmur. Dinamo Minsk maçı. Neftçi bunu keçməlidir. Məncə nida işarəsi, keçməlidir nida işarəsi. Yox, o bir mənalıdır. Yəni bir də maraqlı bir detal var. Kups özü də Makedoniya klubuna, səhv eləmirəmsə Vardarut qələbə salındı və Dinamo Minsk də Silexuddur. Və hər ikisi də bir oyunu uduzublar. Biri Kups əlavə vaxtda qələbə qazandı, Vardar üzərində. Dinamo Minsk də penallaşmaların 11 metrlik cərimə zərbələrindən sonra keçdi. Yəni Makedoniya futbolu da bu saat yəni o səviyyədə deyil, açıq, amma rəqiblərə baxırsan ki, hər ikisi Makedoniya klublarını çətinliklə keçdi belə deyək. Dinamo Minsk özü Belarusiya birlikdə indi öz meydanında oynamırlar. Bu bizim üstünlüyümüzdür və bu müharibə şəraitində Belarusiya futboluna bir zərbə vurdu. Orada gələn legionerlər də yəni güz ölçüb bir biçirlər belə bir söz var da, çoxsu gəlmir. Əvvəlki deyil. Yəni 10 il əvvəlki Belarus klubları deyil. Məsələn, vaxt vardı Bateyi məsəl üçün Çempionlar Liqasında nə edirdi, nələr eləyirdi məsələn Çempionlar Liqasında. Düzü Batı Elbasanı keçdi. İndi izləyirik hamısına baxır. O heç əlbəttə. Batı Belarus çempionatı 15-ci yerdə. Sumqayıtdan keçdi burada. Sumqayıtda oynayırdı Batı. Tam sən bilirəm. Xəbəri yoxdur. Batı ev oyununu Sumqayıtda oynadı. Əfsər olsun ki, o mənim dikkat amma bilirəm ki, Elbasanı Sumqayıtda oynadı, bəli. Cavab oyunu Sumqayıtda oynadı. Əla, yəni Dinamo Minsk bir mənalı oldu. Dinamo Minsk özü də Belarus çempionatı davam edir. Bax, Gürcüstan çempionatı kimi, Finlandiya çempionatı kimi davam edir. Onlar da yenə deyirəm də, yəni tonus saxlayıblar və birinci yerdə gedirlər. Düz Dinamo Minsk belə də Belarusiyanın da köklü klublarından biridir. Yəni Batıdan da yeri gəlsə, tarixi daha qədim bir dövrə əhatə eləyir. Yəni Neftçi bir mənalı olur, Dinamo Minski keçməlidir. Bu heyətlə, hazırki heyətlə onu nə etməlidir? Hansı mərhələyə qədər Neftçini görürsən şansla? Əslində o düşəcək. Vargas da bu arada az qaldı. Böyük ehtimalla üçüncü təslimat mərhələsində oynayacaq, əgər bu ikinci təslimat mərhələsi adlayacağı təqdirdə Neftçi. Yəni böyük ehtimalla ya sabah, ya birisi gün Bakıya gəlməlidir. Allah sevindirici xəbərdir. Yəni belə deyim də, əslində Neftçini biz konferans liqasını görmək istəyirik. Təbii ki, tək Neftçini yox, amma bütün o klublarımızı, 4 klubun 4-ündə. Düşün, hər biri liqa mərhələsindədir. Fantastika. Əlbəttə ki. Yəni ən azından burada konferans, bir Avroliqa, bir Çempionlar Liqası, 2 konferans. Möhtəşəm. Ölkəm sallandıra nə qədər yuxarı gəlir. Bəli. Bu saat 1.5 artıq qazanmışıq. Məsələn, sabah bu mərhələni keçsə ən azından konferans liqasında olacaq. Liqa mərhələsini təmin edəcək. Bəli. Qarabağ CSKA Safiyanı keçsə ən azından konferans liqasının play-offunu təmin edəcək. Neftçi Nəzirənin işi biraz çətindir. Çünki konferans liqasının play-off mərhələsində doğrudan məsələn ondan o tərəfi yoxdur. Yəni İngiltərənin 7-ci burada uduzduğun o tərəfi yoxdur. Səhv eləmirəmsə Samir təsdiqləyər. İngiltərənin 7-ci yerini tutan İspaniyanın 7-ci konferans play-offunda rəqib ola bilərlər. Yəni odur problem. Neftçini bu heyətlə püşkə dua eləməliyik. Yəni bu heyətlə belə deyim də Neftçi 3-cü mərhələdə düşəcək rəqibdən çox şey asılıdır. Məsələn, yəni ilk 5-li ölkələrindən və yaxud da ki atıramda indi Deyəsən 20-si püşk atılmalıdır. Bəli, yəni o rəqibdən çox şey asılıdır, amma çox inanıram ki, Neftçi ən azından bu heyətlə Vargas gələndən sonra da düzdür Vargas da indi məşq eləyir, amma komanda məşqi başqadır. Vargas da gələndən sonra ən azından konferans liqasının play-offuna getmək olar. Yəni yeniden indi baxar rəqibin gücündən, amma 3-cü mərhələdə super bir güc gəlməyəcək də. Yəni o super gücə qədər də ən azından o gündə vurğuladım.
2-3 transfer mütləq hücum xəttinə. Çünki o gün yenə deyirəm, o Bəli. gün də danışmışdıq. Yenə də hansı mövqeyə bu dəqiqə lazımdır? O gün də bildirdim Elçin yəni Neftçi ad çəkmirəm. Neftçi məsul şəxslərlə danışmışdıq, sağ olsunlar, geri dönüş eləmişdilər. Hücum və ən əsas hücum bir də winger. Winger axtarırlar, bəli. Çünki Vargas gəlirsə artıq 10 nömrə mövqeyi axtarmaya ehtiyac yoxdur, amma hücum və winger mövqeyini axtarırlar. Bu arada sağ cinahda da Avrokuboklarda Sek oynayacaq, səhv eləmirəmsə. Solda Sako. Solda indi Rüfət var. Bəli. Amma Sek maşallah Rüfət gələndən sonra Artırıb o legioner limitini rəqabət. Və legioner limitini bax Rüfət legioner limiti var da, düzdürmü? Amma görürsən ki, Rüfətin efsane Şamaxıdan. Bəli. Demək ki, legioner limiti yaxşı keyfiyyətli oyunçu oldun, fərq eləmir. Sən yaxşı futbol oynayandan sonra, məsələn Şamaxıda Oruz Məmmədov var. Yəni nə bizim futbolçudur, bilmirəm indi bəlkə. Məsələn o futbolçu 1-2 ilə bəlkə də Qarabağ Sabahda oynayacaq. Yəni çox möhtəşəm futbolçudur Oruz Məmmədov. Yəni yaxşı futbolçusansa mənim fikrimcə legioner limitinin sənə heç bir dəxli yoxdur. Məsələn, legioner limiti yoxdur da. Amin Seydiyev yaxşı futbolçudur. Sabah müqavilə belə deyək, bitən kimi zirə olmalıdır. Niyə? Çünki yaxşı futbolçudur. Zirə də fikirləşdi ki, mən niyə gedim xaricdən futbolçu alım, onun PFL-ini Amin var da hüküm gəldi. Bəli. Belə sağ cinah müdafiəçisi sol ayağı ilə də torpedoya qol vurdu. Gördük. Yəni izlədik. Bu arada Neftçidə də yəni qarşıda hələ bir 2-3 transfer olmalıdır. Onu sənə deyim. Bəli. Yəni olmalıdır. Vernidub bir çox azarkeş Verniduba güvənir, inanır. Klub rəhbərliyində də son 1 il ərzində müəyyən toparlanma var. Son 1 ay deməyək, 7-8 ay ərzində. Yəni belə deyək də keyfiyyətli məşqçi, sözünün ağası olan məşqçi olduqdan sonra rəhbərlik də çox fərqli formada işləməyə bacarır. Nə baxımdan? Biri var, məşqçi gəlir, idarəçisən, sənin idarəçinin dediyi ilə diktə eləyirsən, məşqçi sənin dediklərinlə iş görür. Amma biri var, burada ağa, komandada mənəm deyir, Vernidub mənəm, mənəm burada. Ondan sonra siz öz işinizlə məşğul olun. Yəni bu günlərim, yəni ona görə məşqçi çox önəmli detaldır və bu gün də hər kəs öz işini görməyə çalışır. Ona görə də Neftçiyə də uğurlar diləyirik. Bu arada bu gün də elə bizim verilişin çəkildiyi vaxt, səhv eləmirəmsə, azarkeşlərin açıq məşqi var idi. 8-ci kilometrdə stadionda Neftçilər tərəfdə, belə deyək. Palmes Arenadır, səhv eləmirəmsə adı. Uğurlar arzulayırıq hər bir klubumuza və istəyirik keçək transfer məsələlərinə. Potensialda nə kimi transferlər var? Sizin Əsədov Pro agentliyi bildiyimiz qədərilə Vyetnama transferiniz artıq rəsmən elan edildi. Bu transfer ətrafında və potensial keçidlər barəsində eksklüziv xəbərlər səndə. İlkin Əliyev, Futbol Ofisi TV izləyiciləri böyük maraqla səni gözləyir. Belə deyim, bəli, Vyetnam klubuna transferimiz elədik, şükürlər olsun Allah bitirdik. Adı nə idi? Bir də təkrar. Andrejan Majdevac. Çox qəribə adı var. Bəli, yəni futbolçu keçən il Serbiya çempionatında da düz komandası sonuncu pillərini tutmuşdu Serbiya çempionatı əsas liqasında, yəni ikinci liqaya düşmüşlər, amma belə deyək, qol sayı az deyildi. Hücumçudur. Bəli, mərkəz hücumçusudur. Amma deyim, Sambunu apara bilmədiniz ora. Sambu Neftçidədir. Bildim də getmədi. Bəli, Aslanla. Bəlkə də ona görə getməmişdik, qismətdir. Belə deyim, yəni futbolçu onsuz da maşallah çoxdur, futbol klubları da çoxdur. Yəni tək Sambuya köklənməmişik. Tək Sambu qalsın, Neftçini konferans liqasının qrup mərhələsində düşməyinə kömək eləsin. Biz də sevinək ki, yaxşı getmədi. Aha. Bəli, yəni tam səmimidir. Bu arada Sambuya təklif eləmişdi həmin o klubu. O gün də demişdim, yəni Sambu ilə bağlı tək o klublarla yox. Bir sıra klublarla. Türkiyənin bəli, yəni Rusiya, Türkiyə. Bəli, Türkiyənin yəni əsas liqası, Super Liqa 1-ci liqasından da zaten hansı klub idi məsələn? İndi ta artıq gerçəkləşməyəcəyinə görə deyə bilərsən də. Təbii ki, deyə bilərəm. Bursaspora təklif olunmuşdu. Səfərim sordu Basman Petrov, çünki Emil məşğul oldu. Basman Petrovspol hətta bəyənmişdi Sambunu. Sambu getmək istəmədi, çünki orada maaş məsələsi. Bəli, maaş məsələsi var idi, amma Sambu baxımından bəli çox işlər görmüşdük. Dediyim kimi Neftçidə indi Neftçinin futbolçusudur və uğurlar arzulayırıq ona. Başqa yəni Azərbaycan klublarından belə deyim də
zaten bilirik hansı mövqelərə, hansı futbolçular lazımdır. İşlərimiz davam eləyir. Qismət olacaqsa yenə də transfer eləyəcəyik. O dediyim o gün mən şərtləri də oxuyuram. Mən hətta bir söz deyim. Yəni bizim də planlarımız var Emillə. Allah qoysa biz böyük bir, yəni nə məqamdan böyük, istəyərdik bizlə əməkdaşlıq edən skautlar olsun. Çünki mən baxıram o gün adını çəkmədiyim Bəli, yazmışlar. Yəni kommentdə axtaran, tapan qardaşlar var idi. Hamısına təşəkkür edirəm. Çünki bu deməkdir ki, biz burada danışırıqsa verilişə ən azından 10 saniyədən sonra sevirmirlər. Otururlar, baxırlar və bizə dəyər verirlər və var olsunlar. Bəli. Yəni müsbət. Bu arada kanalımıza da abunə olsunlar. Bəli, o da gözəl olar. Yəni biz istəyəcəyik, yəni planımızda var. Çünki Emil həmişə o Dandil Serbiyada agentlərin görüşündə Emil mənə gəldi bir sözdü. Dedi ki, bir agent danışır orada, deyir, bizim səhv eləmirəmsə 100-ə yaxın skautumuz var. Deyir, biz tək futbolçu vermirik. Biz hətta məsələn hansı bir klub olur, bizə deyir ki, məsələn sağ winger lazımdır. Deyir, bizim skautlarımız o komandaya, ağızlasan komandaya da belə deyir, öz oyunçumuz, məsələn öz oyunçumuz sağ winger bu saat boşda yoxdur. O komandaya bir konsultant kimi, yəni məsləhət bilirlər ki, məsələn belə bir futbolçu var, başqa şirkətin futbolu. Bax bu sizin komandaya, yəni ən azından o komanda bu şirkəti o qədər dəyərli bilir ki, o qədər belə deyə də skautinginə, işinin peşəkarlığına güvənir ki, deyir ki, bax sən mənə öz futbolçun olmasa da belə, məsələn mənə right winger, yəni sağ winger lazımdır, sol ayaqlı. Yəni məsələn sol winger sağ ayaqlı, çünki müasir futbolda onu tələb edir artıq, daha çox ona üstünlük verirlər. Yəni onlar o komandaya məsləhət bildirər. Məsələn, Zirədə Amin Seydiyev var, amma Əsədov Provizyon oyunçusu deyil. Məsələn. Bəli. Amma yaxşı oyunçusu, sağ götürə bilərsən. Yəni biz də işimizi görürük. Yəni Allah qoysa tək Azərbaycandan yox, xaricdən də bəzi istəklər var. Yəni futbolçularımızı göndəririk, Azərbaycan klublarına da göndəririk. Düz artıq biraz bazar, yəni free oyunçu, yəni free deyim, Azad agent statusu. Azad agent oyunçu tapmaq çətindir. Həm də ki, tapmaq çətinliyindən əlavə tək biz deyirik axı, azad agentə bizim kimi dünyada və ya Azərbaycan özündə nə qədər agentlər Bəli. Biz çalışırıq məsələn elə bir futbolçu təklif edək ki, bu saat kontraktı var. Amma məsələn, Zirə futbol klubuna bir winger lazımdır. Biz onu tapaq, Zirə futbol klubuna təklif eləyək. Və əmin olaq ki, o futbolçunun müqaviləsi olsa belə, Zirə onu bəyənsə, onu məsələn pulsuz gətirə bilərik. Çünki dediyim kimi də, yəni bizdən əlavə dünyada nə qədər agent var. Zirəyə məsələn mənim transfer marketdə baxıb free gördüyüm oyunçunun da öz agenti var, ona yazan kimsə var. Məsələn məndən qabaq o da artıq. Yəni ona görə biraz free oyunçular artıq köklənməmişik, çünki o zaten göz önündədir. Dediyim kimi, yəni bizi izləyən tamaşaçılara təşəkkürümü bildirirəm. Oyunçu ilə bağlı nə xəbər? Oyunçu ilə bağlı heç xəbər yoxdur. Lüksemburqlu oyunçu. Çünki gələn Allah qoysa free qalmalıdır. İndi oyunçu ilə bağlı da belə deyim, artıq sentyabr-oktyabr aylarından yenə də bir geri dönüş alarıq. Vəziyyət öyrənir. Ola bilər məsələn klub sabahçı oyuna müqaviləsini uzada bilər. İndi baxarlar ki, məsələn də yəni futbol var, təkliflər var və s. İstək var. O baxımdan dediyim kimi, yəni biz istəyirik bir şirkət olaraq Allah qoysa böyüyək. Bir də gördüyünə veriliş vasitəsilə bir elan verdik ki, məsələn biz skautlar istəyirik. Yenə deyirəm də əməkdaşlıq eləyək. Çünki o gün də vurğuladım, bizim millət futbolu sevir, futboldan başı çıxır və kommentlərdən hətta futbolçu təklif edən qardaşlar da var idi. Bəli. Məsələn orada bir qardaş yazmışdı. Mən yenə bütün kommentləri oxuyuram və təhqir olmadığı yerdə bütün kommentlər dəyərlidir. Tənqid də gözəldir. Çünki biz bura gəlməmişik ancaq tərif alaq. Tənqidlər olmalıdır ki, biz də özümüzü inkişaf etdirək. Və məsələn hərdən bir qardaş yazmışdı ki, futbolçunun adını çəkmir kimlərsə. Bilirsən nə üçün? Məsələn Manjlevası dedik və Vyetnamdaydı. Çünki Emildə rahat getdi və alındı bu transfer. 2014-cü ildə dünya çempionatından sonra David De Gea və Keylor Navas söhbəti var idi. Real Madrid birə işləmiş təxminən 12-də transfer pəncərəsi bağlandı. Bəli, birə işləmiş faks göndərilmişdi, transfer alınmamışdı. Mən də o baxımdan çalışıram çox futbolçunun nə baxımdan adını çəkməyim. Məsələn Manisa dediyimiz futbolçu var. Onda nə xəbər? Onda bax biraz artıq çətinlikləri var, amma düyünə düşməyib məsələ. Həll oluna bilər. Mən o baxımdan çalışıram ki, mən Manjlevası niyə könül rahatlığının adını çəkirəm. Artıq transfer olunubdu. Yəni mən danışaram burada, tamaşaçı vaxtını ayırır, baxır. Birdən o transfer baş verməyəndə tamaşaçı da səhv başa düşməsin ki, bəlkə də mən özümdən nələrsə deyirəm. Ona görə çalışıram
Məsələn, Yox, burada bildim, çox gözəl anladıq. Yəni tamaşaçılar da yaxşı anlayır. Burada sadəcə olaraq kimləri təklif etmisiniz? Yəni alındı, alınmadı söhbəti yoxdur. Yəni təklif etmisiniz, yəni cavab gözləyirsiniz. Yəni bu mövqeyə bu oyunçunu təklif eləmişik, kluba göndərmişik. Yəni bizim azarkeşlər üçün də, tamaşaçılar üçün də o maraqlıdır ki, yəni hansı potensialda nə kimi keçidlər ola bilər. Yəni ola bilər. Yəni oldu, yox, ola bilər. Yəni bu baxımdan məncə sizin deyəcəkləriniz, təklif edəcəyin oyunçuların adları olmasa belə milliyyətini, mövqeyini burada açıqlamaq məncə maraqlı gələr tamaşaçılara. Təbii ki, yəni belə deyim, son olaraq mənim məsələsində İmişli futbol klubuna Makedoniya futbol klubunun sağ cinah müdafiəsi, milli komanda müdafiəsi Təklif etmisən. bəli, təklif eləmişik. Yəni son seçmə dünya seçmə play-offunda da oynamışdı. 90 dəqiqədə meydanda olmuşdu. Sağ cinah müdafiəsi. Sağ cinah, çünki Hal-hazırda təklif etmisiniz, cavab gözləyirsiniz. cavab gözləyirik. Olma ehtimalı Yəni o artıq klubun daxili işidir. Yəni baş izlənmə. məqsəd baxacaq, qiymət verəcək. Kəpəzə yoxlanışı bir futbolçu göndərmişik. legionerdir. Bəli, legioner. Hansı ölkədir? Əslində o gün dediyim o Zirə ilə bağlı yoxlanışda demişdik. Qismət sağ olsunlar, Kəpəz rəhbərliyi başda Azər müəllim olmaqla qəbul elədilər. İndi futbolçu da özü Bakıda bir dəfə olub, Makedoniya özünün yeri aldı, amma səhv eləmirəmsə onun anası Makedon türküdür və Makedoniya millisində oynayır. Bəli, indi Kəpəzdə yoxlanışdadır. Hal-hazırda ordadır o da. Bəli. Ondan da cavab gözləyirsiniz. Onun da Allahın izni ilə belə deyək, Abioladadır. Abiola. 20-21 yaşı var, 1.91 boyu var. Abola, eləməyim desən Abola. Verirsən Abiola. Yaxşı. Dilə yatım. Birinci oyunda Qəbələyə qarşı yoldaş görüşündə, ikinci hissədə belə bir gün qabaq biz ona gətirdik Gəncədə, təhvil verdik Azər müəllimə. Yenə deyirəm Azər müəllimə də burada təşəkkür edirəm Gəncə futbol klubunun belə məsul şəxslərinə də çox gözəl qarşıladılar. İnan Elçin Abiola belə orada Azər müəllimdən sonra Kəpəz Mövqeyi wingerdir də. Yox, mərkəz müdafiəçisidir. Mərkəz stoperdir. Həm mərkəz müdafiəçisidir, həm də sol cinah müdafiəçisi oynayır və bizə onu belə deyək də xahiş edən bir agent də demişdi ki, həm də 6 nömrə mövqeyində oynayır. Adam Sampdoria U18-in məktəbini görüb. Sadəcə bax həmişə demişəm, futbolda agentsiz olmaq problemləri var. Agentsiz hərəkət elədiyinə görə biraz karyerasında enişləri olub. Son olaraq açıq deyim, Litvanın 2-ci liqasında oynayıb. Amma biz onun yenə deyirəm də biri var təklif eləyək. Məsələn, bu oyunçunu alınıb. Bir də var gətirmiş yoxlanışa ki, gözünüzlə görün və qiymət verin. Çünki biz onun potensialına güvənmişik ki, adam ən azından Sampdoria'nın 18-də oynayıbsa, Yəni o gəlsə, burada çempionatda fərq yaradacaq. Yəni ən azı Kəpəzin heyətində yəni fərq. Yəni sözün yaxşı mənasında biz nə istəyirik? Təbii ki, yəni deyirəm, Azər müəllim Abiola. Bəli, Azər müəllim sabah deyə bilər ki, məsələn, Əziz Kəpəz azarkeşləri təcili məşqə Abiolanı. yəni çox dəyərli olan fikirləri məsələn, bəli. kimsə Siz də bəli rəylərdə yazın. Kəpəz azarkeşləri də daha çox rəy yazırlar. Abiola mənə yazdı ki, səhv eləmirəmsə indi SMS-lərdə var. Qaçış olub, Abiola birinci yeri tutub. Bəli, uzun məsafədə. Artıq onu atletik yarışlandırmışdı. Bəli. 100 metr məsafəyə qaçışda. Yəni çox vektorlu futbolçudur. Yəni biz necə baxırıq? Məsələn, Abiola seçsə də bilər, seçilməyə də bilər. Hər qərar yenə deyirəm dəyərlidir. Əlbəttə. Çox sağ olsun, ən azından qəbul elədilər. Yəni bu çox önəmli detaldır. Agentin təklif etdiyi futbolçunu ən azından sınaq edib yoxlayırsan. Bəli. Yəni yoxsa burada mənəm Bağdadda kor xəlifə misalı. Yəni olmamalıdır. Abiola çox gözəl bir sözdü, dedi ki, sən oradan bu boyda məsafə gəlmirsən, elə mənim yanımda dediniz. Ömrü boyu ola bilməz ki, yəni sən doğrudan da yaxşı futbolçu olasan və mən səni götürməyim, mən o haqsızlıq eləyəm mənə. Vəssalam. Yəni çox möhtəşəm sözdür. Buradan yenə deyirəm Azər müəllimə təşəkkürümü bildirirəm. Başqa hələ ki son olaraq bunlardır. Dediyim kimi biraz çətindir artıq üçün. Yəni transfer dövrü bitir artıq. Məsələn, CSKA Safiyadan danışdıq. CSKA Safiyanın səviyyəsi gələn həftə Balqaristan çempionatı başlayır. O baxımdan indi agentlərlə də danışırıq, eləyirik. Bilirsən, istəmirik, üzr istəyirəm, kimi gəldi göndərək. Məsələn, belə baxdın, Fredi yazdın, məsələn, Zirə hansısa bir dəyər futbolçunu axtardığını bilirik də. Zirəyə məsələn götür Liechtenstein çempionatından, Lüksemburq çempionatından oyunçu satmaq. Yəni yenə deyirəm, Lüksemburq çempionatından olar potensiallı bir gənc oyunçu, free oyunçu atmaq olar, amma Lüksemburq çempionatında 31 yaşlı futbolçu əgər wingersə bunu atmaq artıq 31 yaş. Bəli, aydın məsələ. Yəni o incə məqamları deyirəm. Ona görə axtarırıq, çalışırıq elə bir keyfiyyətli futbolçu bəyənilməsin. Əladır, yəni ki, ən azından nə biz Zirənin vaxtını alaq, nə də ən azından göndərdiyimiz şəxs baxır deməsin ki, bu nə deyir göndərir.
Bu nədir də yəni? Bəli. Hazırda aktual olan keçidlər barəsində məlumat verdiniz. Hansı ki, sizin təklif etdiyiniz oyunçulardır Azərbaycan Premyer Liqasındakı klublara, İmişliyə, Sağcınaq Makedoniya millisindən, eyni zamanda Kəpəzə də Abiolanı təklif edilmiş. Mərkəz və müxtəlif, yəni həm sol cinah müdafiəçi, həm alt ayaq yarım müdafiə, həm də stoper kimi oynamağa bacar, sol ayaqlıdır. Məntiqlə solda oynayırsa. Bəli, Abiola. Elə istəyirəm buradan bir Avropaya belə keçid eləyək. Samir daha çox İspaniya futbolunun, yəni çox dərindən bilicisidir. İspaniyada nə kimi potensial keçidlər hal-hazırda, yəni son günlərdə aktualdır. Bilirik ki, dünya çempionatından sonra da çox önəmli transferlər olacaq. Avropa bazarı da bəlkə də bir çoxuna artıq təkliflər də gedib. Təklif göndərdiklərini transfer eləyənlər də olub, yəni o da var. Bu barədə zəhmət olmasa sən də məlumat verərdin. Bəli, çox gözəl vurğuladı. Son dövrlər transfer məsələlərində biraz belə yüksəlmə var. Məsəl üçün ən belə futbol azarkeşlərinin hal-hazırda maraqla gözlədiyi Julian Alvarez'in taleyi necə olacaq? Özü qeyd eləyir ki, mən daha doğrusu bir neçə ay əvvəldə qeyd eləmişdi bütün çıxışlarında ki, mən Atletico'da çox xoşbəxtəm. Bu klub ki, məni Manchester City-dən gətirdi. Mən bu kluba sadiqəm deyənləri qaldı 90-cı illərdə. Bəli, elə ona gətirirəm. İndi mən belə bir səviyyəyə çıxdım, amma sonra dünya çempionatında Avstriyanın oyundan sonra reportajında qeyd edib ki, mən dəyişiklik istəyirəm, öz arzumu reallaşdırmaq istəyirəm. Sonra İspan jurnalistlər də bunun üstünə düşüb araşdırırlar ki, sənin arzun nədir? Yəni Atletico'da oynayırsan, deyirdim mən xoşbəxtəm, indi arzumu reallaşdırmaq istəyirəm. Bu demək ki, yəni sən Barcelona'ya keçmək istəyirsən. Çünki amma Laporta da qeyd edib ki, bizim təklif etdiyimiz 100 milyon təklif etmişik, geri çevirib Atletico 150 milyonu geri çevirib. Bizim təklif edəcəyimiz məbləğ, yəni limitsiz deyil. Bizim limitimiz var. Atletico'nun da rəsmilərindən biri Xilmarin çox gözəl qeyd edib ki, bizə bizim futbolçumuz elə bir səviyyəli futbolçudur ki, yəni onun limiti yoxdur. Yəni siz demək istəyirsiniz ki, yəni siz istəyirsiniz 200 milyon təklif edirsiniz, yəni 300 milyon təklif edin, biz onu satmayacağıq. Amma mən belə ümumi transfer gündəmini dəyərləndirəndə məncə bütün bunlar gözdən pərdə asmağa yönəlib. Yəni Atletico rəsmiləri belə bir məlumat verir ki, Alvarez bizdə qalacaq. Barcelona deyir ki, biz onu nəyin bahasına olursa olsun gətirmək istəyirik. Amma mənim fikrimcə axır əvvəl, yəni həmişə daha nüfuzlu komanda, daha yəni güclü komanda belə məsələlərdə qalib olur. Məncə agent aparacaq. Məncə axır əvvəl Julian agent aparacaq. Bəli, məncə axır əvvəl Julian keçəcək Barcelonaya. Yəni məncə çünki Atleticoya o təzə gələn komisyon ala bilər, alacaq. Yaxşı, 150 milyondan. Sən bir adını deyəsən pul. Məsələn, eləmsə Leroy Sané Qalatasaraya gələndə o canlı açırlardı samolyot. Təyyarənin belə enişini. Və orada şirkətlər reklamlarını qoyurlar. Çünki bilirlər ki, o qədər adam baxacaq və o da puldur. Leroy Sané gəlməmişsə, Leroy Sané gəlməmişsə, birinci maaşını artıq Qalatasaraya çıxardır o bir dənə canlıdan. Ona görə də Azərbaycan futbolunda maşallah yəni yavaş-yavaş biz o səviyyəyə qalxmalıyıq. Yəni mən hətta deyirəm ki, 2-3 ildən sonra Azərbaycanda belə deyim də free oyunçular təbii ki gələcək, bu həmişə var, amma yəni pulsuz dediyimdə, amma o artıq ilk 4 deyib 5 deyirlər çalışacaq transfer haqqı ödəyir. Yəni yavaş-yavaş o tempə getməyə doğru gedirik və Allah qoysa bu tendensiyanı saxlamalıyıq. Aha. Bəli, fikrimi tamamlamaq üçün qeyd etmək istəyirəm ki, Julian o ilk Atleticoya gəlişində çox mükəmməl oyun sərgiləyirdi. Məsələn, çünki xatırlayırıq Madridlə oyunda 5-2 hesablı qələbə, cərimə hat-triki, möhtəşəm cərimə zərbəsindən qolu. Amma sonralar artıq mövsümün ikinci yarısından etibarən sanki bir qədər tempi aşağı düşdü. Məncə bu Simeone'nin oyunundan qaynaqlanır. Çünki xatırlayırıqsa Atleticoda neçə futbolçu gəlib, məsəl üçün düzdür, uğurlu olanları çox olub, amma uğursuz olanları da çox olub. Məsələn, Joao Felix gəldi, orada uğursuzluğa düçar oldu. Belə bir neçə futbolçu. Fikirləşirəm ki, Alvarez artıq dəyişməlidir. Məncə Barcelona, düzdür, mən Atleticoya daha çox simpatiya bəsləyirəm. Yəni o qrantların arasında Madrid, Barcelona, Atletico, amma fikirləşirəm ki, Barcelonaya keçsə həm onun karyerasında, həm də ümumi İspan futbolunun baxımlılığı səviyyəsinin prizmasından yanaşdıqda daha məncə məqsədə uyğun olar. Digər bir reallaşan transfer hamımızın
Como futbol klubu məsələn İtaliyada o Cesc Fabregasın, o ki o İspan futbolçuları yığır komandaya, bəli. O Nico Paz artıq Madriddən rəsmən keçdi Comoya. 60 milyon. Bu arada milçəkdə imkan versəydi. Mən də belə fikriniz yayılmasın arada. Bildiyimiz kimi Nico Paz Argentina yığmasının heyətində hazırda Argentina dəvətsiz qonaqdır. Argentina yığmasının heyətində dünya çempionatında iştirak edir. 60 milyon avroya Como kimi bir klub Madriddən Nico Pazı bir dəfəlik heyətinə cəlb etdi və belə bir maddə var ki, 2027-ci ildə əgər Madrid təzədən Nico Pazı geri qaytarmasısa artıq 80 milyon avro ödəməlidir. Yəni 20 milyon avro artıq verməlidir. Bu da əlbəttə oyunçunun potensialını irəli gəlir. Çünki Madrid düzdür 20 milyon ziyana getməyə razıdır, amma futbolçunu tam bitirmək istəmir. Necə ki o vaxtda Alvaro Morata'nı Juventusa verəndə belə bir maddə var idi, sonradan futbolçunu geri qaytardı. Və digər bir məsələn Comodan söz düşmüşkən, çox gözəl bir La Masiyanın yetirməsi Andres Cuenca. Çox bu adı da fikir verin. Çox gözəl bir futbolçudur. Mən onu izləmişəm. 18-19 yaşında futbolçudur. Yəni La Masia Barcelona məktəbini görübsə belə bir futbolçu ola bilməz. Onu da Como öz heyətinə qatdı. Yəni Cesc Fabregas bütün orada İspaniyanın bir şeyini yaradacaq. Yəni filialını yaradacaq. Belə çıxır. Digər bir önəmli transfer dünən reallaşdı. Deportivo La Coruña bildiyimiz kimi neçə illik fasilədən sonra Primeraya qayıtdı İspaniya çempionatında. Artıq o hamımızın tanıdığı o Roy Makaylı, Tristanlı Deportivonu yenidən görəcəyik inşallah. Və Aubameyang'ı cəlb elədi. Artıq transfer reallaşıb inşallah. O da bütün ailəsi ilə köçür La Coruñaya. Yəni inşallah məncə 37 yaş olmağına baxmayaraq keçən ildə Marseldə özümüz gördük ki, yəni hardasa bir Sən Deportivoya yaxşı simpatiyam var deyəsən. Bəli, ümumiyyətlə İspan klublarına belə çox simpatiyam var. Formanın da görünür Real Racing klubunun forması. Bəli, bu dəfə Deportivo Azərbaycanda azarkeşi var. Bəli, çoxdur. Yəni o 2000-ci illərin əvvəllərində xatırlayırıq. Məşhur Milan maçını bəli, o 4-0-4-1. Yəni mənim tanıdığım buradan salam göndərim, dostumuz var Sabit. Yəni həm Xorvatiyada keçdi, həm də yəni elə bir ölkəyə və elə bir futbol klubuna azarkeşi, yəni doğrudan sayıları çox azdır. Yəni Deportivo Azərbaycanda azarkeşi, amma Deportivo çox köklü. Bəli, çox köklü bir klubdur. Sonra qeyd etmək istərdim ki, digər ümumi dünya futbolundan da biraz danışaq. Yəni İspaniyadan qutarandan sonra əsas dünən reallaşan o çox bir super transfer Manzambi. İsveçrəli Johan Manzambi dünya çempionatında çox gözəl oyun nümayiş etdirdi. Çox təəssüflər olsun ki, 8-də 1 finalda, 4-də 1 final mərhələlərində zədəli olduğu üçün oynamadı. Hamı deyirdi ki, əgər o oynasa, bəlkə də Argentina və oyunun taleyi də başqaca ola bilərdi. Mən oyunun 3 oyununu izlədim. Yəni bu 20 yaşı olmasına baxmayaraq Freiburgdan gəlib yeri gəlmişkən. Bu çox yəni sol wingerdir. Çox gözəl bir oyunu oxumaq, bəli, oyunu oxumaq qabiliyyətinə malikdir. Oyun zəkası çox yaxşı. Oyunçunu izlədikdə artıq görürsən ki, bu oyunçuda yəni qeyri-adi nəsə var. Yəni adi bir sıradan bir oyunçu deyil. Əbəs elə deyil ki, onun adı FIFA-nın ən yaxşı gənc oyunçuya verəcəyi mükafatçısı var sırasına salınmışdı. Hətta belə 60 milyon avroya Aston Villa onu deməli. Unai Emery bildiyimiz kimi belə gənc oyunçuların peşəkarıdır. Yəni onları alıb komandada 1 il, 2 ildən sonra daha da yüksək səviyyəyə gətirə bilir. Yəni belə bəli, necə ki Manzambi'dən məncə çox uğurlu bir transferdir Aston Villa üçün. Digər bir transfer məsəl üçün Zeki Çeliki qeyd edə bilərik. Juventusun. Bəli. Onu mən belə dəyərləndirirəm ki, onu Romadan oğurladı. Çünki 3 gün qabaq yazırdı ki, mən Roma ilə artıq müqavilə, amma Juventus gəldi, Spalletti'nin istəyi ilə onu cəlb elədi. Digər bir transfer Bosniyanın heyətində Tarık Muharrimovich hamımız gördük dünya çempionatında çox gözəl oyunu aparma qabiliyyəti var. O da Leeds tərəfindən alındı. 34 milyona çox az pul deyil, bəli. Yəni İngiltərə klubları üçün bildiyimiz kimi 30-40 milyon heç nədir. Çünki Championship-dən yüksəlir Premier Liqaya 40 milyona, 50 milyona məsəl üçün Wolverhampton o vaxt yadıma gəlir Strand Larsen 50 milyona Championship-dən qalxıb ha. Championship-dən qalxıb Premier Liqaya və 50 milyona oyunçu alır. Yəni belə baxanda İspan klubları heç məsələn Atletico Barcelona 50-60 milyon nəsə oyunçu ala bilərdi. Yəni İspan klubu gedib 50 milyona heç bir futbolçu ala bilməz. Uzağı 5 milyon, 10 milyon, 20 milyon. Yəni o dərəcədə İngiltərə futbolu çox belə bazar fərqlidir. Bəli, o qədər ki bunların bəli. Çünki televiziyadan alınan gəlirlər bütün klublar arasında yayın haqqlarına görə bərabər bölünür. Ona görə də burada artıq Championship-dən qalxan klub üçün o cibində artıq 200 milyon var məsəl üçün. Ona görə o 40-50 milyon onun üçün heç nədir.
Muharremovicin transferi də reallaşdı Litsə və digər bir məsələ də var. Məsəl üçün mənim diqqətimi cəlb elədi bu transfer. Bildiyimiz kimi Ajax klubuna bu il Gironanın məşqçisi Michel, Girona ki düşdü artıq İspaniya 2-ci liqasına. Michel ki Ajaxa getdi. Bu artıq Ajaxda yeni bir oyuncu cəlb eləyib. Keçən il mən Əl Hilalda fikir verirdim oyuncuya. Çox Braziliyalı futbolçudur, qəşəng perspektivli oyuncudur. 22-23 yaşı var. Marcus Leonardo. Bəli, bu futbolçuya da diqqət yetirmək lazımdır. Artıq Ajax onun transferini gerçəkləşdirdi. O da bir uğurlu transfer kimi. Yəni Michel də Gironada həmişə fikir vermişik ki, o da gənc oyuncularla işləməyi bacarır. İnşallah o da mənə elə gəlir ki, Ajaxın həyatında uğurlu çıxış ilə həyatda qalacaq. Aha. Yəni son dövrlər Son bunlardır, bəli, amma günlərdən bir-iki dənə məsəl üçün hələ ki reallaşmayanlar var. Məsəl üçün Cholis Brugge'dən Arsenal onu həyatına qatmaq istəyir və bu kimi transferlər. Olise Real Madrid. Bəli. Olise Real Madrid, amma o biraz məncə çox az inandırıcıdır. Yəni Bavariya əsas həyat oyunçusunu məncə bu il buraxmaz. İnşallah bəlkə 1-2 il azad. Mənim fikrimcə Perez Figo'nu Real Madrid-ə gətiribsə, Oğruyursa. Məncə də gətirər, amma bu il biraz dünyada Real Madrid-ə gətirə bilməz. Məsələn Real Madrid, Barcelona Avropanın hər klubunun oyunçusunu bəli, oynamaq Haaland istədiyi transfer klubdur. kim istər? Yəni hər futbolçunun xəyalı olan klublardır. Yəni böyük camialardır. Bəli. Hər birinizə dərin təşəkkürümü bildirirəm. Çox sağ olun. Vaxt necə gəldi, keçdi, heç xəbərimiz olmadı. Çox maraqlı fikirlər səsləndirdiniz. İlkin bəy, təşəkkür edirəm. Mən təşəkkür edirəm. Yəni mövcud potensial transferlər barədə, təklif etdiyiniz oyunçular barədə məncə onlar klubların azarkeşlərinə də maraqlıdır. Onlar da daha diqqətlə izləyərlər və eyni zamanda Samir bəy çox sağ olun, Avropada son dövrlərdə aktual olan transferlər barədə məlumat verdiniz. Əziz dostlar, siz də Futbol Ofisi TV-nin YouTube kanalına abunə olun, izlədiyiniz videoları bəyənin, paylaşın ki, daha geniş auditoriyaya gedib çata bilsin və biz də böyüməyə davam edirik. Sıralarımız getdikcə genişlənir. İnşallah daha böyük YouTube platforması, digital platforma halına gələcək. Müxtəlif digital platformalarda bizi izləyəcəksiniz və önümüzdəki həftə bir sürprizimiz var, canlı yayım sürprizimiz var. Xüsusilə təmsilçilərimizin Avrokubok maçı sonrası, özəlliklə 22 iyul tarixində Neftçinin oyunu sonrası belə bir ideyamız var. Dəyərli futbol mütəxəssisləri ilə maçı dəyərləndirmək kimi bir canlı yayımda ideyamız var. Odur ki, olacaqsa onun anonsunu da verəcəyik. Təşəkkür edirik. Transfer gündəminin növbəti buraxılışı ilə qarşınızda olmaq ümidi ilə hələlik deyirəm.